Salam. Biz Nizami Gəncəvinin yaradıcılığı haqqında danışanda, onun ədəbiyyata gətirdiyi bir sıra yeniliklər haqqında söhbət etdik. Ancaq bu yeniliklər elə geniş və əhatəlidir ki, onu bir neçə maddə ilə, bir neçə dəqiqə ərzində izah eləmək mümkün deyil. Qeyd elədiyimiz kimi Nizami öz dövrünün nə qədər dindar, Quranı bilən, şəriətə əməl eləyən, şeyx kimi xalq arasında tanınan bir şəxsiyyət olsa da, o həm də real həyat adamı idi. Əsərlərinin birində çox güman ki, İskəndərnamə əsərinin giriş hissəsində deyir ki, İnanma, o dünya buradan şən olsun. İndi ki deyirsən, sən deyən olsun. Madam ki bu dünyada varsa bir həyat, niçin gərək behişdə axtaraq nicat? Biz öz sonda deyil, biz öz çarəmizi bilmirik əsla. Hansı yol doğrudur, apar o yola. Deməli, həm bu dünyanın o dünyadan şən, işıqlı, nurlu olduğunu qeyd eləyir. Həm də sonda deyir ki, ey Allahım, biz öz çarəmizi bilmirik. Yolun hansı doğrudursa, bizi həmin yola yönəlt, həmin istiqamətə yönəlt. Və əsərlərində dönə-dönə insanı işləməyə, mübarizə aparmağa, çalışmağa səsləyirdi. İnsanı öyrənməyə yönəldirdi ki, və yenə bir şeirində qeyd eləyirdi ki, nə yatmaq, nə yuxu, nə də ki yemək, həyatın mənası olmasın gərək. Yatmağı, yeməyi bu aləmdə sən, eşşək, öküzdə də görə bilərsən. Təbiət Quranda xilqətimizi başqa səhifədə yazmışdır bizi. Anlayıb düşünək hər şeyi gərək, hər sirri aşmaqla hünər göstərək. Görək, kim yaratmış bu təbiəti? O kimdir? İşinin nədir hikməti? Bax, Nizaminin qoyduğu idealların böyüklüyü onun hər misrasında, hər sözündə, hər şeirində görünür. Leyli və Məcnun əsərində eşqdən başqa dedik, həm də böyük həyat məsələləri var. Xosrov və Şirin poemasında onun kimi. Yeddi gözəl əsərində 7 qızın danışdığı nağılların bir hissəsi real həyat hadisələrinə söykənirsə, daha çoxu romantik təxəyyülün məhsuludur və insanı adi, real həyatdan çıxardıb xəyali bir dünya aparır. Və maraqlı cəhəti ondan ibarətdir ki, Bəhramgurun həyatının sonu da mağarada bitir. Və eləcə də yox olur. Mağaranı da 40 gün anası, qoşun nə qədər axtarırlar, qazırlar, heç bir şey tapa bilmirlər. Və burada bir məsələyə də toxunmağı lazım bilirəm, oxucu zövqünün formalaşmasına. Bununla bağlı bir xatirəni qeyd eləmək lazımdır. Deməli, 2019-cu ildə mənim Şəhid Torpaqlar kitabım nəşr olunanda, orada Dağlar adlı bir şeir var idi. Şeirin son bəndi belə idi ki, Bəhram mağarada yox olan kimi, gəl gizlət qoynunda salmanı dağlar. Mən bir gün bizim iş yerində bir neçə ədəbiyyat müəlliminin də iştirak elədiyi məclisdə Nizamidən söz düşəndə bu şeirin son bəndini dedim və dedim, bunu nə cür başa düşürsünüz? Necə yəni Bəhram mağarada yox olan kimi gəl gizlət qoynunda salmanı dağlar. Bu nə deməkdir? Hamı bir-birinin üzünə baxdı. Yalnız ixtisası ədəbiyyat müəllimi olan bir adam dedi ki, elə bil mən bu Bəhram adına Nizami Gəncəvidəmi, Füzulidəmi rast gəlmişəm. Mən gülümsündüm, dedim ki, bəli, bu Nizami Gəncəvinin 7 gözəl, yaxud da 7 ulduz əsərindən bir parçadır və orada da Bəhramgurun
mistik bir şəkildə həyatının sonlanmasından söhbət gedir. Bax, bu Nizaminin onu demək istəyirəm ki, əsərlərində həmin real həyat həqiqətləri, həm də ideal düşüncədən, romantik təxəyyüldən irəli gələn bir çox məsələlər öz əksini tapmışdır və biz bu əsərlərin hər birini oxuyanda ona rəhmət deyirik. Eyni zamanda onun yaradıcılığının dərinliyi önündə heyrətlənirik. Misal üçün bir epizod deyim. Leyli və Məcnun əsərini yazanda deyir ki, 4000 beytdən də çoxdur bu dastan. 4 aydan az vaxta yazmışam, inan. Əgər başqa işlər olsaydı haram, bu 14 gecəyə olardı tamam. Sefedə iliydi Rəcəbin sonu, çox gözəl şəkildə bəzədim onu. Əgər tarixini söyləsəm əyan, 4 il keçmiş idi 580'da. Deməli, Nizami Gəncəvinin buradakı qeydinə baxın. Deyir ki, 4000 beytdən çox olan bu dastanı mən 4 aydan az vaxta yazmışam. Əgər başqa işləri olmasaydı, mən bunu çox qısa bir vaxta, 10 günə, 14 günə də tamamlaya bilərdim. Bax, bu onu göstərir ki, Nizami Gəncəvi böyük sənət adamıdır və söz mülkünün həqiqi mənada ən böyük sultanıdır. Ruhu şad olsun, sizlər sağ olun.